Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed. Həzrəti Peyğəmbər salavatullah belə buyurmuşdur. Yer üzərindəki hər şey, hətta dəryadakı balıq belə Qur'an oxuyan kəsin bağışlanması üçün dua edər. Salamlayırıq əziz Qur'an sevərləri, dəyərli izləyiciləri. Bugün Məsəd surəsi ilə qarşınızdayıq. Məsəd surənin adı Məsəd də deyilir, Təbbət surəsi də və yaxud Əbu-Ləhəb surəsi kimi də hallanır. Bilirsiniz ki, Məsəd sözünün mənası ip deməkdir. Yəni, ip Məsəd sözünün mənasıdır və ayənin sonundakı Məsəddən götürülübdür ayənin adı. Məkkədə nazil olubdur, 5 ayədən ibarətdir. Allahın izni ilə indi Məsəd surəsinin oxunuşun qaydasını inşallah ki, keçəcəyik bu dərsdə. Ya Allah, başdan başlayaq. Birinci, Euzu billahi mineşşeytanirracim. Sonra davam edirik. Bismillahirrahmanirrahim. İnşallah ayələri oxuduqca az miqdarda da olsa məlumat verəcəyik ayə haqqında. Ya Allah, birinci ayə, baxın, birinci ayə başlayır. Təbbət. Baxın, oxunuşa baxın. Təbbət. Təbbət. Heç bir uzatma yoxdur. Təbbət yədə. Təbbət yədə. Amma burada uzatma var. Uzatmaları biz keçmişdik. Məd. Məddin hansı növüydü? Məddin münfəsildir. Baxın, ayrı-ayrı olan idi. Özündən sonra baxın, ayrıca bir kəlmə gəlib. Təbbət yədə əbi. Əbi. Baxın, burada isə həmin uzatmadır. Baxın, yə hərfidir. Uzatma bəni uzadıbdır. Diqqət edin. Bunları keçmişik. Təbbət yədə əbi. Əbi. Davam edirik. Ləhəbin. Ləhəbindir, amma keçid var. İdğam qaydasını keçmişdik ki, yərməlin hərflərindən baxın, vav gəlibdir və demək tənvindən sonra tənvin kəsilədir və tənvin kəsilədən sonra vav gəlibdir. Nə olur? Naqis idğam baş verir və vava keçid olur. Ləhəbin. Biz orada keçmişdik də Muhammedin. Yəni Muhammediv olmurdu demişdik birbaşa. Burada da ləhəbiv. Biv olmur birbaşa. Sadəcə naqis şəkildə olsa da baş verir. Ləhəbin. Yəni, orada nınanvının qarşılığı bir şey. Ləhəbin və təb. Ləhəbin və təb. İndi burada diqqət eləyəcəyimiz məqam odur ki, hə, adi hədir, boğaz həsi deyil. Diqqət eləyin, yəni o boğazda vırığa hə, o hədən deyil. Yəni, məxrəci boğazın orta hissəsi deyil. Bir daha getdik. Təbbət yədə əbi ləhəbin və təbb. Və diqqət edin, sonda bəy gəlibdir. Biz keçmişdik də, qəlqələ hərflərin içində bə var idi və bə, diqqət edin, sonda şəddəli gəlibdir. Ona görə bir miqdar, yəni bu daha çox qəlqələ vurulur. Baxın, və təbb. Və təbb. Yəni, bilirsiniz ki, qəlqələ o idi ki, keçmişdik də. Hərf elə bir ayna kimi insanın özünə qayıdır. Yəni, məxrəci elə bir hərfin deyiliş zamanı məxrəci sirkələnir. Və təbb. Necə oldu? Təbbət yədə əbi ləhəbin və təbb. Bu şəkildə ayə oxundu. Və keçdik ki, baxın, burada uzatma var idi. Əbidə uzatma var idi. Hə, adi hə idi. Demək, in keçirdi. İn və vava keçirdi. Ləhəbin və təbb. Və təbb. Və sonda da dedik ki, qəlqəl olurdu. Demək, ayədə deyilir ki, bilirsiniz ki, ayədə Əbu-Ləhəbdən bəhs edir. Əbu-Ləhəb kim idi? Peyğəmbərin əmisi idi, amma müşriklərdən idi. Və Allah-u Teala, baxın, demək olar ki, Quranda yeganə İslam düşmənləri, kafirlərdən bir kəsin adı artıq Quranda hallanır. Baxın,
Əbi Ləhəbin və təb. Baxın, Əbu Ləhəbdir. Onun adı Quran-ı Kərimdə keçir. Ayədə deyilir ki, Əbu Ləhəbin əlləri qurusun və qurudu da. Bu şəkildə düzdür. Tərcümələr hər birində müxtəlif şəkildə yazıla bilər. Amma deyir orada, yəni əl, biz bu fiziki əldən söhbət getmirdi. Əbu Ləhəb bu qüdrət əlindən söhbət gedirdi ki, Əbu Ləhəb Peyğəmbərin yolunda, yəni İslam yoluna qarşı çıxmaq üçün planlar cızırdı, tədbirlər eləyirdi, təlaşlar eləyirdi və sonda o zərərə uğradı. Yəni heç bir planı, ayədə deyilir ki, yəni puç oldu. Planları puç oldu, belə demək olsa. Və bir dənə də mühüm məsələ budur ki, Əbu Ləhəbin sağlığında bu ayə nazil olubdur ki, yəni o qədər qatı şəkildə bu şəxs kafir idi ki və ayə nazil oldu ki, bunun vəziyyəti bu şəkildədir və bu cəhənnəm əhlidir. Amma Əbu Ləhəb bilirsiniz ki, qatı şəkildə inkarçı idi deyə nə ayəyə, nə surəyə heç birini dinləmirdi, qulaq asmırdı. Amma Allah ona əvvəlcədən xəbər vermişdi. Çünki bilirsiniz ki, Allahın elmində əvvəl sonra yoxdur, o bizdədir. Demək, oxuduq ki, Əbu Ləhəbin əlləri qurusun və qurudu da. İkinci ayəyə keçirik. Mə, uzatma var, diqqət edin. Mə, məddi təbiidir. Mə, əğnə, əğnə. Yenə baxın, uzatma var, kiçik əlifdir. Yə ilə uzadılıbdır. Baxın, diqqət edin, yəydə göstərilibdir. O qaydanı da keçmişdir. Mə, əğnə, uzatmadır. Əğnə, qayn idi, amma burada isə ayndir, ayn boğazdadır. Anhu, mə, əğnə, anhu. Məluhu. Yenə də baxın, iki uzatma var. Məluhu. Hu da uzadılır. Burada işbə deyirlər. Damir keçmişdik. Damir qaydası. Yəni sonda gələn hənin uzadılması. Burada baxın, uzadılmadı. Nəyə görə? Çünki özündən əvvəlki hərfdə sükun var idi. Yəni orada qaydada bildirmişik. Uzatma ilə sükun olanda demişdik ki, bu hə elə olduğu kimi qalır. Amma baxın, dammə gələndə, yaxud fəthə gələndə, kəsrə məsəl üçün gələndə uzatma olur da. Yəni baxın, mə əğnə anhu məluhu. Yəni sırf özündən əvvəlki hərfin hərəkəsi söhbətidir orada. Məluhu, luhu gəldi, uzatma oldu. Kiçik uzatma deyirlər, bunu işbadadır. Və mə kəsəb. Buradakı b-da da qəlqələ baş verir, lakin burada birinci ayədə şəddə var idi deyə qəlqələ daha şiddətli idi. Oxuyuruq bir daha, lakin burada o qədər də şiddətli deyil. Kəsəb, amma burada isə vətəb, amma burada isə kəsəb vurğulanır, amma o şəkildə yox. Mə əğnə anhu məluhu və mə kəsəb. İkinci ayə bu şəkildə idi. Deyir, nə mal dövləti, nə də ki, qazandıqları ona heç bir fayda vermədi. Baxın, nə malı dövləti, qazandıqları, yəni ona heç bir fayda vermədi bu şəkildə. Gəlir, yəni o bilirsiniz ki, yenə də vurğulayaq ki, Əbu Ləhəb dediyim kimi, həm də İslam dininə qarşı çıxmaqdan ötəri bütün malını, dövlətini xərcləyirdi, sərf edirdi, amma ayə deyir ki, heç bir ona fayda vermədi. Keçdik üçüncüyə, üçüncü ayə. Və bir də əsas məsələ budur ki, bu ayə Əbu Ləhəbin adına nazil olsa da, bu elə bizim dövrümüz və ümumiyyətlə bütün kəslərə aiddir ki, yəni İslama qarşı ki, çıxır kimsə malı ilə, dövləti ilə, yəni o da bu şəkildə onu da Əbu Ləhəbin aqibəti gözləyir. Amma Əbu Ləhəb bir nümunə kimi Allah bizə göstərir. Səyyəs. Baxın, yədən sonra qalın sad gəlibdir. Onu vurğulayırıq. Baxın, səyyas demirik də, yəni ya demirik. Səyyas yox. Düzdür, bəzi kəslər deyir ki, orada yəni ya ilə da deyəsən ki, məsəl üçün, qarşı tərəfə bildirəsən ki, bu sad qalındır da. Yəni, yədən sonra gələn s qalın s-dır. Amma baxın, bu şəkildə. Səyyas. Lə, səyyas,
Lə, yenə də baxın, uzatmalıdır lə. Yə ilə gəlibdir və kiçik əlif var burada. Səyəslə nəran zətə. Baxın, necə oldu? Nəran. Amma baxın, burada bir qayda var, onu da vurğulayaq. Səyəslə nəran. Nəran. Sıxırıq. Orada nə baş verirdi? İxfa. İxfa baş verirdi. İxfa hərflərindən baxın, zə gəlibdir özündən sonra. Tənvindən baxın, tənvindən sonra nə gəlibdir? Özündən sonra zəl hərfi gəlibdir. Yəni, zəl hərfi gəldiyi zaman İxfa, yəni tutulurdu. Baxın, səyəslə nəran zətə. Baxın, zə uzanır. Zətə. Zə pəltəkdir, diqqətli olun və uzadılmalıdır. Zətə ləhəb. Səyəslə nəran zətə ləhəb. Bir daha oxuyuruq. Yenə də səyəslə nəran zətə ləhəb. Bu 3-cü ayə idi. Və ayədə deyilir ki, tezliklə o, alov şölələrinə oda daxil olacaq. Baxın, burada da vurğulayır. Və ləhəb sözü bir daha gəlibdir. Burada amma ləhəb, baxın, Əbu Ləhəb deyil, özü də ləhəbdən olan oda daxil olacaq. Çox Quranın bəlağətidir burada. Baxın, ləhəb kəlməsi də alovlanan, şöllələnən od deməkdir həmçinin. Əbu Ləhəbin özünü də deyirlər ki, məsələn, adı, çünki o vaxt böyük oğlunun adını məsələn qoyurdular ki, Ləhəbin atası, Əbu Ləhəb. Amma deyir, Əbu Ləhəbin adı ilə Əbdül Uzza olubdur da, yəni Uzza var idi. Orada bütlərin demək, onun adına qoymuşdular ki, Əbdül Uzza, Uzzanın qulu, Latın qulu və s. Yəni, oradakı bütlərin qulunun adını qoymuşdu özünə. Amma Əbu Ləhəb kəlməsini də deyirlər təfsirdə ona o adı verilməsinin bir səbəbi o idi ki, üzü qırmızı idi. Yəni, bu insanın üzü çox qırmızı idi. O şəkildə də ona deyirlər ki, Əbu Ləhəb. Və burada da baxın, həmin o od, ləhəb odu var ki, demək, cəhənnəm odundandır və şölələnən od deməkdir. Tezliklə deyir, o, həmin oda daxil olacaq. Diqqət edin, Qur'an-ı Kərim, deyirəm də bunu, Əbu Ləhəbin sağlığında bu ayə nazil olub və orada əvvəlcədən, yəni Allah Teala xəbər verir ki, bunun vəziyyəti necədir. Çünki bir insan ki, təmiz hidayətdən üz döndəribdir, onun qəlbi mühürlənir. Yəni, bu insan elə Peyğəmbəri daşlayırdı, Peyğəmbərə tənələr vururdu, yalancı deyirdi, yəni açıq-aşkar bu düşmən idi. Sonra keçdik 4-cü ayəyə. Vəmra. Keçid var. Vəmra. Vəslə var, diqqət edin. Bu vəslə işarəsi birbaşa keçiddir. Vəmra ətuhu. Yenə də baxın, hədən sonraki hərfin hərəkəsi var və ona görə uzatma gəlibdir. Vəmra ətuhu. Oxuyuruq. Vəmraətuhu həmmə. Mimdə tuturuq, çünki qoşa gəlibdir. Qünnə eləyirik. Həmmə. Qünnə eləyirik və uzatma. Həmmə. Lətəl. Lətəl. Keçid var yenə. Lətəl. Vəslə ilə keçid eləyir. Lətəl. Hətab. Hətab. Vəmraətuhu həmmələtəl hətab. Vəmraətuhu həmmələtəl hətab. Bu 4-cü ayə idi və 4-cü ayədə də Əbu Ləhəbin arvadına işarə olunur. Yəni, odun daşıyan arvadı da həmçinin onunla bir yerdə, baxın, həmin o deyir ki, Ləhəb oduna daxil olacaq. Və arvadını da odun daşıyan adlandırır Qur'an-ı Kərim. Yəni, burada təfsirdə 2 yerə yozum var ki, birincisi o idi ki, bunlar odun daşımaq ilə məşğul olurdular və Peyğəmbərin yoluna bu odunları yəni bu odunları səpirdilər. Demək olar ki, Peyğəmbərin qarşısını almaq üçün
hətta yoluna elə bir tikan səpirdilər də bu şəkildə desək və o vurğulanır və ikinci də budur ki, bu kəs və nə edirdi? Fitnə odunu yayırdı. Yəni demək olar ki, insanların arasını vurmaq, qeybətçilik eləmək və digər nə qədər mənfi xislətlər var, baxın həmin o oduna daxildir. Odun daşıyan arvadını da baxın burada vurğulayır ki, o da onunla bir yerdə, yəni ikisi bir yerdə həmin oda daxil olacaqlar. Çünki bunlar ikisi əlbir şəkildə Peyğəmbərə qarşı çıxırdılar. Əməlləri ilə də və digər fiziki, yəni psixoloji orada təhdidlərlə. Keçdik 5-ci ayəyə. Baxın, fi'də uzatma var. Yəylə uzadılır. Dalbadal, baxın, uzatmadır. Hədə də uzatma var, amma bildiyiniz kimi bu hə deyil, yəni boğaz həsindən deyil, baxın. Hablum. Bu isə, baxın, boğaz həsidir, fərqləndirmək lazımdır. Hablum. İndi burada bir dənə qayda var ki, ona diqqətlə nəzər eləyin inşallah. Biz keçmişdik ki, idğam qaydasını. Burada necə olacaq? Hablundur da, bu düzdür, un. Amma idğam qaydasını keçmişdik, həmin o undan sonra baxın mim gəlibdir. Onu çevrilir mimə. Yəni o elə bir ki, n-nın bir n düşür, sondakını mimə keçir birbaşa. Hablum. Görürsünüz, mimdə şəddə qoyulub, yəni qoşa. Hablum mim. Birbaşa yenə keçdi. Nəyə görə? Yenə bu nun, dediyim kimi, idğam olur və nun oxunmur, yenə mimə birbaşa keçir. Nun sakindir, burada da isə tənvindir. Hər ikisi də o qaydaya aid idi. Görürsünüz, birbaşa ikisi də mimə keçir. İndi oxunuşa baxın. Hablum mim məsəd. Baxın, bu mim ki var, keçid eləyir, yenə birbaşa bura. Nun oxunmur. Yazılsa da oxunmur. Fi cidihə hablum mim məsəd. Fi cidihə hablum mim məsəd. Və mimlər sıxılır. Diqqət edin. Hablum mim məsəd. Məsəd və sonda da baxın, elə ayənin, demək, surənin adı da buradan götürülüb. Həmin bu sonuncu ayədə məsəd. Və həmin bu 5-ci ayədə də Əbu Ləhəbin yeni arvadına işarə olunur ki, onun boynundan, həmin o cəhənnəmdə onun boynundan xurma lifindən olan kəndir asılacaq, ip asılacaq və bu şəkildədir. Yəni, çünki o dediyim kimi, Peyğəmbərin o həmin ki, o yolunu kəsirdilər və bir də burada boynundan asılacağını da bir təfsirdə bu cür mənaya yozurlar ki, həmin bu Ümmü Cəmildir da, həmin bu qadın Ümmü Cəmildir, yəni Əbu Ləhəbin arvadı. Bu kim olubdur? Əbu Ləhəbin bu arvadı Əbu Sufyanın bacısı idi. Yəni, o Əbu Sufyan da İslam düşməni olubdur, elə Muaviyyənin bibisi idi, yəni, həmin bu qadın. Bunlar bilirsiniz ki, elə ailəlikcə İslam düşməni olublar. İndi burada vurğuluyur ki, boynundan asılacaq deyil. Tarixdə deyilir ki, bu Ümmü Cəmilin bahalı bir boyunbağı var idi. O deyilmişdi ki, mən bu boyunbağını satacağım və İslama qarşı bütün gücümü sərf eləyəcəm. Baxın, Allah Teala ayədə həmin o boyunbağının, görürsünüz, yerini doldurur və ayədə buyurulur ki, onun cəhənnəmdə boynundan xurma lifindən olan ip asılacaq, kəndir asılacaq. Yəni, bu şəkildə ayədə vurğulanır. Yenə, baxın, bir daha oxuyuruq. Fi cidihə hablum mim məsəd. Yəni, hər surənin öz, dediyim kimi, tarixi var, təfsiri var. İndi burada biz qısa şəkildə məlumat veririk. Yəni, təfsir kitablarına müraciət edib geniş şəkildə öyrənə bilərsiniz. Allahın izni ilə bir də başdan gələk. Məsəd surəsi. Bismillahirrahmanirrahim. Sonda dayanırıq. Bilirsiniz, vəqf edirik. Yəni.
Təbbət yədə əbi ləhəbin və təb. Və təb. Mə əğnə anhu məluhu və mə kəsəb. Səyəslə nəran zətə ləhəb. Və əmrəətuhu həmmələtəl hatab. Fi cidihə hablum min məsəd. Sadaqallahul aliyyul azim. Demək, bugünkü dərsimiz burada yekunlaşır. Məsəd surəsini keçdik. Allahdan hər birinizə müvəffəqiyyət və zihin açıqlığı arzu edirəm. Vəssalamu aleykum və rəhmətullah.